Dekabrın 22-sində növbəti köç kərvanları Ağdərə rayonunun Həsənriz, Vəngli, Çolataq kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb. Belə ki, Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə 14 nəfər, Çolataq kəndinə 7 ailə 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə 11 nəfər, Badara kəndinə isə 15 ailə 66 nəfər köçürülüb. Çıxanda uşaq idim, 12 yaşındaydım. Uşağın o yaşdadır, uşaq gedir o yaşda. Mən çıxdım torpaqdan. Bundan da gözəl gün ola bilməz. Nə də deyə bilmərik ki, o qədər sevincimiz var. Sevincimizin həddi hüddu yoxdur. Da bundan da gözəl gün yoxdur. Allah Azərbaycanımıza, millətimizə can sağlığı versin. Sakinlərə mənzillərin açarları təqdim edilib. Təqdim etmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bu gün təqdim olunan açarlar təkcə evlərin deyil, illərdir gözlənilən qayıdışın rəmzidir. Qeyd edək ki, qayıdış baş tutan kəndlərdə bütün zəruri infrastruktur yaradılıb, yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xəttləri tam hazır vəziyyətə gətirilib. Qayıdan ailələrin məşğulluq məsələsi isə daimi olaraq diqqət mərkəzində saxlanılır. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV.